yaşından 5 yaşına varanda yenicə açılmış gülə bənzərsən. 5 yaşından 10 yaşına varanda arıdan saçılmış bala bənzərsən. 14'ünde sevda ener başına, 15'inde yavan girer duşuna. Çünkü yettin 24 yaşına, boz bulanıq axan selə bənzərsən. 30'unda kəklik kimi səkərsən, igidlik eyləyib qanlar tökərsən. 40'ında sən ən haramdan çəkərsən, sonası ovlanmış gölə bənzərsən. 50'sində əlif qəddin əyilər, 60'ında ön dişlərin tökülər. 70'ində qəddin belin bükülər, karvanı kəsilmiş yola bənzərsən. 80'ində sinən edər dezinə, 90'ında qubar qonar gözünə. Koroğlu deyir, çünki yetdiyin yüzünə, uca dağ başında kola bənzərsən. Vücudnamə, şifahi xalq yaradıcılığında qoşmanın bir növüdür. İnsan həyatını özündə təcəssüm etdirən bəndlərdən ibarətdir vücudnamə. Salam, axşamınız xeyir olsun. Beynəlxalq Ahıllar Günü Əmircan kəndində. Xoş gördük sizləri, hörmətli ahıllarımız, böyük ağsaqqallarımız, ağ dirçəklərimiz, ziyalılarımız ve kənd ağsaqqalları. Hər birinizi salamlayırıq. Bugün sizin gününüzdür. 1992 yıl BMT'nin məclisində qəbul olan qətnaməyə əsasən Ahılların Müdafiəsi Günü təsis edildi, oktyabrın 1-i. Və 1993 yıl Ümumilli lider Heydər Əliyevin göstərişi ilə oktyabrın 1-i Azərbaycanda qeyd olunur, Ahıllar Günü kimi. Və Prezident İlham Əliyevin də sərəncamları və fərmanlarına əsasən ahıllara qayıtı və Azərbaycanın dörd bir tərəfində belə məclislər keçirilir, ahılları bir yerə toplayırlar və onların günü qeyd olunur, Beynəlxalq Ahıllar Günü. Hər biriniz xoş gəlib, səfa gətirmişsiniz Əmircan kəndinə. Bu məclisi təşkil etdiyinə görə Nəqqaş restoranı rəhbərliyinə dərin təşəkkürümüzü bildiririk. Hoş gəlmişsiniz. Həm Bakının bütün kəndlərindən, həmçinin Azərbaycanın bölgələrindən, mənim hələ bildiyim Xızı və Siyəzən bölgələrindən gələn qonaqların qədəmləri mübarək olsun. Xoş gəlib, səfa gətirmişsiniz.
başlamaq üçün Əmircan kəndinin ağsaqqallı, ziyalısı Əzimbala Əzimova söz verirəm. Əzimbala müəllim, buyurun, gələn qonaqları, kəndinizə gələn qonaqları salamlayın. Hörmətli, əziz xanımlar, siz bizim Xirə kəndinə Əmircana hoş gəldiniz. Bu anın günü bütün doğma Respublikamız Azərbaycanda keçirilir. Hər yerdə, hər qəsəbədə, hər kənddə. Bizim bu gözəl Əmircan kəndində bu cür qəşəng meclis açılır. Bütün bizim kəndlərimizdən gələn əziz qonaqlarımızı biz Əmircan kəndinə qarşılayırıq. Siz xoş gəlmişsiniz. Hamınıza can sağlığı arzulayırıq. Sağlam olun. Allah'ın köməkliyi ilə bu dəfə yox, hər dəfə, hər il görüşək. İnşallah. Bir. İkincisi mənə həmişə sual verdi. Hətta Amerikada həmişə sual verdi ki, sənin ən sevimli şəhərin hansı yeri sayırsan ən sevimli? Mən orada dedim ki, Əmircan kəndi. Mən böyük fərəhlə öz Əmircanı sevirəm. Çünki bununla çıxan rəssamlar, şairlər, ən gözəl sənət ustaları bizim kənddən çıxır. Çox olun, diqqətli görək, hamınıza can sağlığı. İndi başlayım mən o qədər diplomatik danışa bilmirəm, bu qədər sirtəbi iş elədim hamınızı. Bir də salamlayıram sizi, Əmircan kəndini, gələn qonaqlar. Sizlərdən biz ilhamlanaq ki, gələcəyimizi quraq. Allah böyüklərimizə can sağlığı versin. Mürşidin nəfəsi hər nəfəsidir. Mürşid sözü tutmayanlar asidir. Mürşidin rizası hər rizasıdır. Hər deyib döndüyüm yoldan ayrılmam. Şah İsmail Xətai. Mürşidimiz, Bakı kəndlərinin ağsaqqalı, axundumuz, ilahiyyatçı Hacı Sultan Əlizadəyə söz verirəm. Buyurun Hacı, gələn qonaqları dualarla salamlayın. Böyük olmasa Peyğəmbərin kəlamı var. Buyurur ki, "Vəxtiru kibarəkum və rəhəmu sibarəkum." Böyüklərə, ağsaqqalara ehtiram edin, hörmət edin. Kiçiklərə də rəhm edin, mərhəmətli olurlar. Mən siz buyurdunuz, bizim Quzolma məsələsində də ahıllar edilirlər. Kənd dililə bizə həmişə qozalar edilirlər. Ahıllar edilirlər. Orada Sovet vaxtından var. Mən bu nüansı sizdən burada qeyd edeyim. Biz Sovet vaxtından var burada. 94-cü ildə isə orada köməklik olurdu. Kim eksan verib alırdılar, paltar verirdilər, yemək yaparırdılar. Yəni, Ulu öndərimizdən sonra hal-hazırda da, indi laf yüksək səviyyədədir. Hal-hazırda da Ali Başkomandanın, Mehriban xanımın göstərişinin elə yüksək səviyyədə orada teşkil olunub qocalara xidmət ki, ahıllara ki, təsəvvür edilir ki, heç nə qabul eləmirlər. Çox yüksək səviyyədə onlara xidmət olunur, dövlətin qaydısı. Bu bizim üçün çox mühüm bir dəyərdir. Mən onun şahidiyəm. Mən hərdən gedirəm, elə yüksək səviyyədə xidmət var, elə qulluq var. Bir tamamda heç də qabul eləmirlər, özləri yüksək səviyyə. Bu bizim üçün doğrudan da böyük bir nemətdir. Çünki belə bir atalar misalı var. Ulu sözdən ulaq asıyan, uluya oluyarlar. Çünki ağsaqqallarımız biz məktəbə gedəndə öyle deyirlər bizə ki, yolda gördüyünüz yaşlı adamlar var. Əyləşirlər, söhbət edirlər. Ulağın qabağından keçmiyor. Yolunuzu değişmiyor. Yaşlı adamları görəndə deyirlər biz məktəbə papaq oyunu gedirdirlər. Deyirlər onları gördünüz, böyükləri papağı çıxardın, farağat yanın. Ta ular keçsin, hərəkət edin. Yəni doğrudan da böyükün, mən bir neçə nüansız sizin yanınızı salmaq istəyirəm. Elə Peyğəmbər Əleyhisselamın özünün buyurduğu kəlamı kimi, Peyğəmbərin bir dənə səhabəsi olub, Həbib İbn-i Məzahir adında. Çox mümin bir insan olub, Peyğəmbərin dostu olub. Peyğəmbər dünyasını dəyişəndən sonra Həzrət Əliyə qulluq edir. Ta yaşlanıb gəlib 80 yaşına satır. 80 yaş. Bu tarixdə var, kim istəsə bunu oxuyurlar. 80 yaşında Peyğəmbərin nəvəsi İmam Hüseyin Əleyhisselamı Kərbəlada alırlar bu hadisəyə. Xəbər tutub deyirlər, sənin dostun
Peyğəmbərin nevəsini Kərbəlada şəhid eləmək istəyirlər, düşmən alıb. Bu 80 yaşında Peyğəmbərin dostu, sahabəsi Həbibi bin Məzahir giyinir paltarlarını, özü biraz cəngavər adam olur bu yaşda. Gəlir Kərbəlaya, İmam Hüseyn əleyhissalamla görüşür, deyir ona ki, sən göşkənmisən, sən yaxşısan, mən razı olmaram, qayıt qala. İmam Hüseyn deyir ona. Mən heç vaxt qabul edəməm, sən 80 yaşın var sənin. Deyir, sən köməyə gəlmişəm, bu işdən olarlar. Deyir, yox, mümkündür. Mən sənin babamla dost olmuşam. Baxmayarım, mən qocalmışam. Ancaq mən gəlib səni müdafiə eləməliyim, şehid olsun müdafiə. Neyse, gücdən bəlanın icazı alıb İmam Hüseyndən. Meydana gələndə yazırlar ki, bir dənə belə alnına parça bağlayın. Alnına belə parça bağlayın. Sual verirler ki, alnına ne için parçanı bağlansın? Özü parçanı elə bağlayın ki, qaşları görsənir. Bir düşmənin üstünə gedirəm, qoca kişiyəm mən. Bağlamışam, qaşlarımı bağlamışam, görməsinlər alnı qaşlarım, mənə qoca bilməsinlər. Görməm, gedir canlı fəda edir, indi şehit olur. İndi fikir ver, bir dənə böyük alim yazır ki, onu bir nəfər yuxuda görür. Bir göğe behiştedir, bilirsiniz de şehitlerimiz behiştedir. Hal-hazırda demək olar ki, 27 sentiyabır, olmaya arada 44 günlük müharibedir. Deyir ki, onu görüp behişte. Bizim de Peygamberden bir hadis var beləncədir ki, bundan soruşurlar behişte, o alim bundan ki, behişten yüksek əla yer yoktur. Ona sual verirler ki, sen ki behiştesin ha, her şey var burada. Dünyaya gelmek istəyərsən, deyir ki, heç kim de behişte daxil olsa, heç kim behişten çıxmaz, heç kim. Bir dənə dəstədən başqa. Kim behişte daxil olsa, ona sonra behişten çıxıb dünyaya çıxmaz. Bir dənə şehitlərdən başqa. Bak bu 44 gün müharibimizin şehitler oldu ya. Şehitler siyerler. Şehitler hatta behişte de olsa yalvararlar ki, bizi icazı verin, bir dənə şehit olacaq. Qeynə gələn bir dənə şehit olacaq. Çünkü biz şehadetin lezzetini bilirik. Görün ne kadar məqamları, bu 44 gün müharibede ne kadar şehitlerimiz var. Allah onların ruhlarını bize duacıdır. Hani Həbibi bin Məzahirdən soruşurlar ki, senin ne arzun var? Bir geceden dünyaya getmək ve hak olan insanlara kömək edip gəldi şehit olmayı. Ve bu noktayı nəzərdən bu düşməni yadıma çatdırdığım size bir tane koy sözlüyüm, Tarım Binaz, yol meclisi, qonaqlarımız var, əziz insanlar. Ben sizi dinlemek istedim. Benim bir tane dostum var, Qazidir. Şimdi burada əyləşəndən çoxsun dostumuzdur. Onu tanıyır. Səngərdə ayağına güllə deyil, əsamən geçir hal-hazırda. Ben bilmem, Xəyala xan deyəsə onu dəvət edəmir. Ya onu deyəcəm. Ya da ki, öz problemi olur. Çox məntiqdən bu ilə bir həftə yemək yeməsən, yemək mənəvi bir qadır ki, yemək maddi bir qadır. Bir həftə mən yemək yemərəm bu söhbətə görə. Hələ bir qida gəlir mənə, mənəviyyatı doyuram. Dedi mənə ki, çox dostumdur mənim də Hacı Həsən Hüseyni. Beşdən kitabların müəllifi. Qazidir, Zəngilanlıdır. Zəngilanda demək, döyüşdə, səngərdə yaralanır. Hal-hazırda əlildir. Kitabları var, neçədə. Mən bu mətbəq edindi, xəbər tutsa, deyəcək, sən döş danışırsan bunu, mən səhər danışmışam. Özündən icazəsiz danışıram, bu birinci dəfə. O mənlə bizimlə dostluğun dostlardır, Xəyala xandır, tanıyır. Qısa deyirəm, özü də seyiddir, seyrəsəniz. Bir gün mənimlə oturdu, söhbət edəndə dedi ki, buna sağ ol, qəhrəmansan sən. Özü vuruşursan, güllə deyib əyağda, neçə il xəstəxanada yatıb, üzüzsə. Əlindir də, hökumət də onun necə lazım, başını verib valib. Sən dedi, yox, mən bir dənə sənin söz deyim. Mən qəhrəmanım, hər kimində olsa, istər-istəməz deyər ki, sən gəldi olmuşam. Olur da insandır, vuruşmuşam, güllə deyil mənə, gezmiş. Bu elə demir. Deyir ki, bu güllə ona görə deyil, mən qəhrəmanlıq edim. Deyirəm, nəyə görə? Heç özüm üçün deyir, ələcət edib bu söz ki, uçuram ələ bilməm. Dedim, mən cavan olanda, biz avtobusa gedirik. Olur da cavan. Avtobus olur, gözəndən yaşlı adam gəlir. Bizdə qanun düşük qocanın ölməkdir, saqqala yaxşı saxlamıyorlar. Böyle dürəyə yetmişim. Bu bizdə mütləq. Bir cavan olmuşam, nadan olmuşam, anlamamışam. Yaşlılar gəlib bir yanında ayaqsa, mən başqa olaraq çiğnəyə göyə yatmışam. Özümü yuxuluğa verirəm ki, daha mənə deməsinlər, görmürsən, saqqal yanında yuxuluğa verirəm, özümü belə şişəyə çörək başımı qoyuram, gözlərini az yatmamışam. Bir elə işlər eləmişdim, cavan var, gəl bax.
Mən onda başa düşdüm, güllə əyağıma deyil, orada başa düşdüm Allah Taala bu əyaqı sən dincədirdin, qalxmırdın ayağa, saqqallar yanmışdı. Axıllar özləri müqəddəsdirlər. Axıllar bizim valideynlərimizdirlər. Böyük gəlir, böyükdür. Bəs o cəzanı mənə verib Allah. Bunu heç kim deməzdir. Allah deyər ki, mən qırışdım, axtılar güllə. Yox, o öz deyir, ən böyük insanlığın uca mərtəbəsi etirafdır. İnsan həqiqidir. Görünədir, Pakistandır ki, öz bizim nüqsanını deyil, cəzası deyil, buna görə deyə əyağımdan vurdular. Bu əyaqlarını sən dincədirdin, yaşlılar yanmışdı, sən onlara hörmət edəmədin. Ona görə deyə Allah cəza verir, mən də başa düşmüşəm, düzələməmişəm. Gör, insan öz həqiqətini necə deyil, biz bundan ibrət götürməliyik də. Allah sizdən razı olsun. Buna görə İmam Allah özü də, Peyğəmbər özü də, imamlar özü də. Gəl də biləm sizə, Ağsaqqal hər millətdən olsun, hörmətini saxlamaya lazım. Ay, bu Rusdur, bu nə bilim filandır, olmaz. Qonşudur, Ağsaqqaldır, yaşlıdır, ehtiramını saxlamaya. Hətta mən bir hədis oxudum, onun Cəlaləddin Rumi olur, böyük alim. Məsnəvisi var orada. Məsələn, böyük məşhur insan deyə, bu ilə qarıram, axırın sözüdür. O yazır onu. Məsnəvidə yazır, məsnəvi mənəvi, azadında. Orada yazır ki, Həzrət Əli sübh namazına gedirdi, Peyğəmbərin sağlığında. Sübh namazı meclisdə qılırdılar. Həzrət Əli gecikirdi sübh namazı. Çünki sübhün vaxtı var da, gülçüsü sübhün vaxtı gedir. Peyğəmbər də sübhdə namazı başlayır. Gecikirdi Həzrət Əli, gördüyündə Ağsaqqal gedir qabağında. Kim var ha? Həzrət Əli imamdır, Peyğəmbərdən sonra ikinci şəxsi. Gördüyündə yaxşı kişi gedir qabağında. Fikirləşdi ki, ağın gedir o. Deyir ki, mən bunu görsəsəm namaza geciksən. Yox, keçsən də bir ədəbliydi. Özü Yahudi olur Ağsaqqalda. Yəni, müsəlman olmayın. Yəni, fərqi yoxdur. Hər millətin olsun, böyüdün ölməsini sağlamaq lazımdır. Deyir ki, başlayın yavaş-yavaş getmək, keçmir onu. Yubanır, ta o Ağsaqqal gedəndən sonra namazı geçiyor. Peyğəmbər də namaz qılır. Peyğəmbər namaz qılır, namazın da namazlarından bilir də, Allah namazı qabul eləsin. Allah o namazın xatirindən bizə necat versin. Allahla danışdır. Peyğəmbər gəlib namazda rükû var da, birinci rəkətin rükûsunda duası var. Subhanə Rəbbiyəl azim və bihamdikəl. Oraya cənə namazı qoşulmaq olur, namazlarına yaxşı bilir, mən də deyirəm. O başlayır, onu uzalmaya orada Peyğəmbər. Məsələn, bir kəlmə deməliydi, 10 kəlmə deyir. Ki, İmam Əli yolda daxil gəlməlidir. Uzadır, gəlib çatsız qoşulsun namaza. Oradan əgər baxsa rükudan, da Həzrət Əli qoşula bilir namaza. Gecikdiyinə görə. Görüldü Peyğəmbər adamdır. Cəlaləddin Rumi deyir ki, o qədər sözü uzatdı, Həzrət Əli gəlib çatdı, qoşuldu. Namaz tutarandan sonra namazı çatdı. Sual verdilər Peyğəmbərə ki, sən nəyə görə uzatdın? O duanı orada, rükuda. Dedim, mən namaz qılanda ilahi tərəfdən hiss ededim ki, belimə kürəyimə, o Cəlaləddin Rumi yazılar. Hiss ededim ki, belimə kürəyimə neysə toxundu. Hiss ededim ki, mənə işarə olundu ki, biz kəlmələri uzat yine. Neysə mənə toxundu. Bəlkə də deyir ki, Cənab Cəbrayilin qanadı idi. Mənim belimə toxundu. Ona görə duanı başladım çox oxumalar. Sən demə, İmam Əli gəlirmiş, namaza geçişməsin, Ağsaqqala hörmət elədiyinə görə. Namazına gəlib, namazına geçişməsin, namazı əldən getməsin. Allah Taala ona bu yolla işarə edir ki, gözdə gəlib qoşulsun, çünki o elədiyi iş təqdirə layiq ki, böyükün hörmətini saxlayır. Allah böyüklərimiz var, burada ahıllarımız var, ağsaqqallarımız var, xanımlar var, qonaqlar var. Siz bizim böyükünüz, sizin ökərlisiniz. Siz bizim böyükünüzsünüz. Sizin sayədə insan bilmir, o Qızılgül ağacı var ha, Qızılgül ağacı. Qızılgülə su verirsən. Bu Qızılgül, bu suyu içi inkişaf edir. Qızılgülün dibində olan tikan da onu içir. Tikana heç kim su vermez. Amma o tikan da Qızılgülə su verdiyimizə görə onun hesabına su içir. Amma məsələ budur ki, yaşayır, bilcə. Amma tikan görə bilsin ki, suyu Qızılgülün hesabına veriblər ona. İkinci həyat. Biz də sizin hesabınıza yaşayırıq. Ağsaqqalların hesabını yaşayırıq. Bərəkətimiz, neymətimiz, həyatımız. Siz ağsaqqalların bərəkətdir, yoxsa biz kimə lazımıyıq? Siz olmasın, bizə kimə lazımıyıq? Ona görə bu nöqteyi nəzərdən deyirəm. Halk uzun ahıllar dairəsində
mübarək olsun. Hamımızın canı sağ olsun. Qonaqlarımız əl-ətusuz xoş gəlirlər. Burada olan insanların hamısının əllərindən yağlanma ötürük biz onu. Çünki siz bizim böyüklərimizsiniz. Siz bizim meclislərimizin zinətlərimizsiniz. Biz sizdən qurbalıyıq. Mən ad sayıram, baxıb görəm burada. İnan, hamımız mənim doğmasına ona görə ad çəkdirəm. İnan, çəksən burada hamımız istəyirəm. Adını öyrəsək, hamımız əziz insansız mənim üçün. İcran mənim. Gəl etsə həbib, gəl etsə təbib. Hər dərdə dərin, sən bir nəfsdə mən çıxarım. Gəl etsə təbib, hər dərdə əlac. Hər dərd ki var. Gəl etsə təbib, hər dərd tünhanə əlac. Həkim gizlin dərdlərə əlac edə bilər. Gəl etsə təbib, hər dərd tünhanə əlac. Amma eləyə bilməz, qəm hicranə əlac. Hicran qəminə əlac yoxdur artıq. Hicran mənim, bizim belə ən əziz adamımızdır. Onun simasında mənim ikəndə söz bilsən elə adamsan ki, bir qolun dindir, bir qolun idman. İdmanda biz yəni ki, sənə fəxr edirik, sən simanda bu insanların hamısını salamlayırıq. Çox sağ olun, var olun, minnətdaram. Esselamu aleyküm və rəhmətullah. İndi isə sözü Bakı kəndlərinin ağsaqqalları, rəhbəri deyək. Çünki hamı onu tanıyır, sosial şəbəkələrdə tanıyırsınız. Gözəl tarixi söhbətləri var. Nuhbala Ağayev, Novxanı kəndindən. Nuhbala müəllim, buyurun, söz sizdədir. Qanunla mənim burada heç danışmağa haqqım yoxdur. Çünki Hacı Sultan kimi bizim dindarımız, bizim müəllimimiz, axındımız danışandan sonra biz nə danışaq? Amma yenə baxma, bir-iki cümlə demək lazım. Deməli, biz bu günləri bura Ahlılar gününü qeyd etməyə yığışmışıq. Bir-iki gün bundan qabaq da bizim şəhidlərimizin anım günüdür. İndi həmi şəhidlərimizin anım gününə görə, şəhidlərimiz üçün həmi ahılların rahat ağlamamağından ötürü bir ucalı salavat zikrərliyik. Deməli, biz bura demək olar ki, bu qədimi dinləndirsə Xirə kəndinə, biz bura Allah Abbasquluya Bakıxanova qəni rəhmət eləsin. Deməli, biz ona elədiyimiz hörməti, biz burada Xirəlilərə, Əmircanlılara bizim hörmətimiz, izzətimiz, Allah canlarını sağ eləsin. Hər kəsin ki, bu məclisin təşkilində rolu var, əməyi var, Allah onlara can sağlığı versin. Deməli, Abbasquluya Bakıxanov Kərbəla ziyarətində, orada hamı bir paltarda olur. Gəzəndə görür ki, xeymələrin üstündə birində yazılıb ki, mən o dəmdə Kərbəlada olsaydım, bəs qırıb yıxardım, dağlardım. Abbasqulu beyni götürür altından elə, o şeirlə deyir, mənim şeir şimdi qalmayıb yanımda. Abbasquluya da götürür altından yazır ki, sən orada olsaydın, oradan qabaq qoyub qaçardın onu. Xeyməyin yəsi gəlir, görür belə bir şey yazılıb ona. Deyir, onu tez tapıb gətirirlər, deyir, boynu vurulsun. Yalvarır, yaxarır, deyir, yox, boynu vurulmalı. Deyir, onda icazə vermənən girim içəri, 2-3 kət namaz qılın, gəlim sonra qırarsın boynu. Bu girir içəri, o mundirini giyir, general mundirini giyir. Çıxanda görür ki, həmin adam ayaqları titriyir. Deyir, mən bəs Kərbəlada qırıb çatacaqdım, indi bir Rus mundirində adam görmüsən, indi də titriyirsən. Yəni, bu Əmircan kəntindən bax, belə kişilər çıxır. Allah onlara qəni rəhmət eləsin. Deməli, Xəyalə xanım çox çalışır. Burada reglamenti gözləməkdən ötürü bu günləri biz, bugünkü məclisə ən böyük önəm verəcəyik deməli, şeiriyyata, qəzəliyyata, bir də muğamata. Ona görə reglamenti, mən də deyəsəm bir cümlə çox danışdım, reglamentə nəzarət, riayət eləmək lazımdır ki, həmin danışanlar
qısa da olsa öz fikirlərini deyə bilsin. Həm qulaq asanlar yorulmasın, həm də bizim muğammata, şeiriyyata, qəzəliyyata yerimiz var. Allah canınızı sağ eləsin, çox sağ olun, var olun. Bu da bir bəhanədir görüşməkdən ötürü. Necə o Novruz bayramında biz aş aparardıq oba qonşuya, o oba qonşunun heç birinin bir nimçə aşa ehtiyacı yox idi. Sadəcə o gedgəli artırırdı. İndi belə tədbirlər də lazımdır. Allah canınızı sağ eləsin, ay bunu təşkil edənlər. Allah xəyali xanıma can sağlığı versin, Allah canınızı sağ eləsin. İl belə bir məclislərdə görüşün. Allah canınızı sağ eləsin. Və dahi şəxsiyyətləri kəndinə xoş gəlmişsiniz. Hər birinizə xoş gəlmişsiniz deyiləm. Allah sizə can sağlığı versin. Bugün münasibəti ilə həm hazır bizim üstadımız, həzrimiz Sultan var. Gözəl qeydləri, həm ahıllar günü və həm də İslam tarixində bu günləri 11-ci imamın adında olan günüdür, Mövlud günüdür. Bütün dünyada Mövludlar, bayramlar bir-birinin üstündədir. Hər birinizi gözəl münasibətlərlə təbrik edirəm. Allah heç bir evi böyüksüz qərar verməsin. Heç bir ailəni böyüksüz qərar verməsin. Yəni, ağsaqqallıq böyük bir neymətdir ki, hər insanla yetişə. O böyük bir neymətdir ki, insanlar nuraniyyə məqamına yetişir. Peyğəmbərimiz sallallahu əleyhi və səlləm buyurur, cavanın ibadəti kimi ağsaqqalın da, yaşlı insanın da duaları var, ibadətləri var. Hadisəni Peyğəmbərimizdən mən də qeyd edəcəm. Burada gözəl bir-birindən olan insanlarımız, şəxsiyyətlərimiz var. Qeyd olunduğu kimi də vaxtları da çox almayacaq. İslamın əsas Peyğəmbəri bir gün görür bir qadın, yaşlı bir qadın yolla gedir. Peyğəmbərimiz görür əlində olan gücləri yerə qoyur, bir dəqiqələrini nəsr alır və sonra davamlı şəkildə yolunu davam edir. Və gəlir istəyir həmən xanımdan Peyğəmbər, həmən gücləri ona kömək edir. Qadın öz dərdini danışır ki, yəni bu işdə mənə böyük dəstək verdi, böyük bir sıxıntıdan qurtardı, bu güclərimə mənə kömək olmalı. Və buna görə sənə sonsuz təşəkkür edirəm, sağ ol deyirəm. Peyğəmbər sallallahu əleyhi və səlləm baxır belə, deyir, mənə niyə sağ ol deyirsiniz? Əslində sağ ol siz ki, mən sizi gördüm, sizə yardım edelim bu işdə və ahirət savabını əldə edelim sizin sayenizdə. Hər bir iş bizim gördüyümüz, xüsusən cavanların, böyüklərin ehtiramı, onlara dilədikləri əməllər ahirət üçün inşallah həm ahirət, həm dünya savablı ki, insanına yetişər. Və bir məsələni istəyirəm qeyd edirəm, böyük övliyalardan biri deyildikləri bir gün hər dəfə qapısına kimsə gələr, ona yardım edərdi. Bir gün oğlum ailə sahibi evləndirir, gəlir evə daxil olanda bir söz deyir. Xahiş edirəm, mən diqqət edeyim. Evə daxil olanda bir dənə söz deyir. Bir ki, gəlir, sən bu evin bugündən gəldiyi yolcusan. Bir evin nümayəndəsisən. Yəni, bu evlərdən bağlılıq varsa, onlar sənə aiddir. Bir dənə səndən xahişim var. Evə gələn qonaqların qarşısına yüksək səviyyə çıxdilər. Onları öz əzizin kimi qarşıda gələn, necə atana, anana, qardaşına, əzizlərlə dəyərləndirirsən, gələn qonaqları da olsun dəyərləndirir. Ki, birini asıl olmuyor. Mənim sənə nəsiyyətim ata kimi bu olacaq. Və mən bunu elədim, bu savabı qazandım. Və bundan sonra istəyirəm ki, onu səni davamlı şəkildə icra edesin. Ata dünyası değişir. Bir gün qapıya bir nəfər gəlir. Yardım istəyir, köməyi istəyir. Gəlir, baxır belə, mən bilirəm bu övliyalardan olan bir şəxsiyyətdir. Gəlir şəxsiyylə mənə biraz yemək verərsən. Bir gözləyini yemək getirirəm. Gəlir, baxır, qaba deyir, bunu mənə anam verir. Bunu mənə atam verir. Bunu bacım verir. Bunu hansı qaba ona yemək verir? Allah mənə hamısı hədiyyədir. Qabı verərəm, bilər qabı qarşılığını. Neyini? İraq məclisdən gelir, imamların qabağından bir qabı götürür, onu sizə yeməyi düzəldir, aparıb verir həmən o kimsə sizə. O kimsə sizə təqrirlə baxır, din Allah verdiyi qabı olursa. Çıxın gelir. Gecə yatır, gəlir, aləm və rüyada görür ki, məhşər qulu. Bütün
mən yanımda heç kim yoxdur, mən tənhayım. Amma hələ də onun yanında bir dənə nurani bir insan. Görüb uzaqdan bir dənə qara giymiş, əlində köhnə bir dənə qalb, deyə qalb bir-birlə bura gəlir o üstüne. Deyir, ay gəlin, Allah səni rüsva eləsin. Mənim göndərdiyim qallar, mən onları göndərdim, bax, onlar indi kiravan sıfatı olar. Sənin göndərdiyin baba olmayan və bunu da mən bu günləri qalqıdım. Yəni, biz nə ediriksə dünyada, həm dünya savabımız var, həm ahirət savabımız var. Allah bizi, nuraniyyətimizi, gözəlliyimizi, saqqallıq mərhələsində, cavanlıq mərhələsində əlimizə almasın. Ən gözəl xoşbəxtçiliyi insanın sağlamlığı, onun varlığı, onun sağlamlığı. Allah bizi sağlamlığımızı əlimizdən almasın. Axır nəfəsdəzən elmimizi, əlimizdən almasın. Hər birimizi təbrik edirəm. Allah sağ sağlıqdır. Təşəkkür ederim. Suraxanı rayon İcra Hakimiyyətinin şöbə müdürü, ehtiyatlı olan polkovnik Elman Hüseynov təşrif buyurub. Elman müəllim, buyurun. Mən ilk növbədə Suraxanı İcra Hakimiyyəti Adil Əliyevin adından tədbir iştirakçılarını salamlayıram. Ehtiramla onların qarşısında baş əyirəm. Çünki bugün bütün ali zümrələri yetişdirən, bütün döyüşçüləri yetişdirən, bu xalqın ən ağır günlərini görən, işğalımızı yaşayan, parçalanmağımızı qarşısını alan insanların gəncliyində gördüyü parçalanmaqda olan Azərbaycanın nümayəndələri burada oturur. Fürsətdən istifadə edib bütün Bakı kəndləri ağsaqqallarını salamlayıram. Onları tək-tək tanımasam da Suraxanı rayon Ağsaqqallar Şurasının sədri Arif müəllimi tanıdığım kimini hər birini qəbul edirəm. Bura gəldiyim gündən bu rayona hər zaman Arif müəllimin simasında həm Bakı kəndlərinin ağsaqqallarının mədəniyyətini, davranışını, işini, zehnini qiymətləndirmişəm, həm öyrənmişəm, həm də onun gördüyü əməllərin Allah tərəfindən ona yetirdiyini hiss edirəm. Müharibədə, cəhbədə, qəsəbədə, yardımda, imanda, məsciddə, yəni bu kimi əməlləri var. Və burada oturan bütün ağsaqqallar eyni əməl sahibləridir. Və bizim ilk çıxışçı Hacı Sultan, belə deyək, Axundumuzun çıxışı zamanı mən süfrəyə əl uzada bilmədim. Ondan sonra növbəti ağsaqqal çıxış etdi. Ondan sonra bizim Əmircan Axundu çıxış etdi. O qədər mən ilham aldım və hiss edirəm ki, dinlənmək daha yaxşıdır. Və mənsub olduğum Suraxanı rayon İcra Hakimiyyətində Adil müəllimin də bizə göstərdiyi yol, onun Allaha bağlılığı, ağsaqqallara bağlılığı göz qabağındadır. Bugün səyyar görüş idi. Günəşlidə bir neçə məhəllənin ağsaqqalları gəlmişdi. 3 məhəllədən. Onların boş vaxtlarının səmərəli keçməsi üçün müraciətlər etdilər, yaradılması ilə bağlı belə bir otaq şəraiti, qış vaxtı. Hər birinə Adil müəllim hə dedi, baxmayaraq ki, onun icazəsi başqa yerdəndir. Amma bu da ağsaqqalı olan ehtiramdır. Qeyd etmək istəyirəm ki, burada bir şəhid atası oturub, Muxtar Qasımın atası Əli dayı. O da Suraxanı rayonunda Ağsaqqallar Şurasında sədr müavinidir. Fürsətdən istifadə edib sabah onun oğlunun şəhadət günü münasibəti ilə yada salmaq istəyirəm ki, biz onu ziyarət edəcəyik. Yəni budur bizim bütün zümrələrdə ağsaqqallara qoyduğumuz hörmətdir. O ki, bizim dəyərli Hacı Sultan bir şehirlərlə bağlı bir şey söylədi. Mən onu Quran ayəsində təkrar ölərəm deyən ənsarı misal çəkərdim. İlk İslam aləminin şəhididir və ona deyirlər ki, sən nə istərdin? Deyir, bir də dirilib
bir də şəhid olmaq istərdim. Şəhidlərin bu dünyaya təkrar gəlmə səbəbi təkrar şəhid olmaqdan yanaşı valideynləri ilə təmasdır, görüşdür, doğmaları ilə. Şəhid sözünün özündə bir qəriblik, bir diskinlik var. Amma şəhid adının uca tutulması bir əzəmət tələb edir, bir toxuluq tələb edir. Mən şəhid ailələri şöbəsi ilə işlədiyim üçün sizə bu əhvalatlardan birini danışmaq istəyirəm. İnam insanı mənəviyyatını zənginləşdirir. Bizim süfrədə baş tərəfdə bir ziyalı oturub, ASTV-də 5 il veriliş aparıb, idraç verilişini. O, oturarkən bir söz söylədi. Dedi, mədəniyyət başqadır, ədəbiyyat başqadır, incəsənət başqadır. Mən düşünürəm, o çox dəqiq bir cümlədir. Mədəniyyət hər bir şeyin mərkəz və başıdır. İncəsənəti yüksək olan insan ola bilər, mədəniyyəti olmaz. Elmi yüksək olan insan ola bilər, mədəniyyəti olmaz. Mən zabit olarkən o əskərlərin qarşısında başa eğdim ki, nə ali təhsili yox idi, nə atası yox idi, nə güclü qaməti yox idi. Onun mədəniyyəti var idi. O mənim qarşımda duranda, o məni qarşısında kiçildirdi. Və buna bir misal çəkmək istəyirəm. Zıq kəndinin bir seyid ocağı var, Füzuli. Və onun babaları Zıq kəndinin məscidinin yerini cəmaata verir. Zıq kəndi də bilirsiniz, baş kəndlər içində Əli aşiqidirlər və bir hökümdar oradan vergiden azad edib onları ələ ayaqlarlar Zıq kəndində. Mən həmin təsadüfən həmin ailədən 2022-ci ildən mənə bir zəng oldu. Qonşum zəng elədi ki, bir uşaq var, onu əskərliyə buraxmaq olarmı? Kömək edə bilərsənmi? Sən ehtiyatlı olan polkovniksən. Dedim, bəli. Mən onu məziyyətə buraxdırdım. Mənə zəng olundu ki, bəs biz səndən hörmət eləyək, sən uşağı məziyyətə buraxdırmışsan. Mən həmişə hər şey çalışan olduğu kimi deyim. Dedim, mən 25 il rüşvət almamışam ki, gəlim 50 yaşımda rüşvət alım. Mənim sözüm keçdi, buraxdılar. Bunun heç bir xərci yoxdur. Və hələ bu pik nöqtə deyildi. Dedim, mən sizə Zıq kəndinin, Bakı kəndlərinin adətini göstərmək üçün süfrəmizə dəvət edirəm, bizim toy süfrəmizə dəvət edirəm. Bəlkə də milyonçuların etdiyi toydakı süfrədən də bərəkətli idi. 20-30 quzu dayanmışdı, kəsilirdi, verilirdi süfrəyə. O yalancı salatlardan fərqli olaraq. İnsanlar doyunca yemək yiyirdi. Mən əskərə yaxınlaşdım. Dedim, Hacı Ramilin də qohumudlar onlar, biləsiniz. Dedim, gəl bir şəkil çəkdirək səninlə, xatirə qalsın. Düşünürdüm, mən dövlət işində işləyirəm, ehtiyatlı olan polkovnikəm, ictimai siyasi fəaliyyətdə göstərirəm, televiziyada çıxış edirəm. Bəlkə bir gün mənə bir şərait yaranar, o nöqtə nəzərində gəl şəkil çəkdirək. Nə vaxtsa lazım olar, deyərsən mən Elmar müəllimlə bir yerdə olmuşum. Biz o şəkili çəkdirdik. 2023-cü il sentyabr ayında bizim Suraxanlı rayonuna 4 şəhid gəldi. Və mən şəhid ailələri şöbəsi olaraq o şəhidin dəfnində iştirak etməliydim. Və mən gedirəm və görürəm ki, şəkil çəkdirdiyim gənc əskər, hansı ki o zaman dedi ki, siz döyüşdünüz, Qarabağa dediniz, biz döyüşə bilmədik, mən döyüş üçün getmişdim, komandir. O sözü mənə sağlığında demişdi. Yəni, şəhadətini qəbul etmiş bir əskərlik. 3 bacının bir qardaşıydı. Və mən o şəkili əlimdə tutaraq onun məzarına girdim və onun dəfnində bu çıxışını təkrar etdim. Və yenə Hacı Sultan sizə istinad edərək deyirəm ki, etiraf böyük insanların əqidəsinin məhsuludur. Və mən bu orada çıxış etdim və sonunda təkrar etmirəm çıxışlarımı. Dedim ki, mən düşünmədim ki, mən bir qəhrəmanla şəkil çəkdirdim. Vaxt gələcək o şəkil mənim özümə lazım olacaq. Onun nə təhsili var idi, nə incəsənəti var idi, nə diplomu, nə sənəti.
Onun bir vətən sevgisi var idi, bir də yüksək mədəniyyəti. Bir daha hər birinizə can sağlığı arz edirəm. Suraxanı rayonunun uzun müddətli bir tarixi var. Buranın icra hakimiyyətinin, rəhbərlərinin, böyük əksəri, Hacı Bala müəllim Tunur, Əziz müəllimi, Dadil müəllim, xalqın içində olublar, xalqa yaxın olublar. İndi də daha gözəl bir ənənə var ki, Adil müəllim tam səmimi deyirəm ki, Allahına bağlı ehsanlara, yardıma, kimsə sizə bugünə qədər gözümün qarşısında olanları deyirəm. Belə bir insandır. Və bugün sizlərin bura toplanması da Allah'ın bir işidir ki, biz sizi tanıdıq. Mən şəxsən bu görüş üçün burada planda değildim. Amma görünür ki, Allah bunu da nəsib etdi. Bir məsələ deyəcəm sizə, şəhidlərlə bağlı başıma gələn. Mənim əziz dostlarım hamısı axıldılar idi, bir təyyarədə getmişdik. Bir gün məni bir şəhid tədbirinə Allah şükür Paşazadənin bir tədbirinə dəvət etdilər. Mən zabit olaraq əskəri canlı görmüşdüm. Əskər döyüşüb yaralısını da görmüşdüm. Əskər şəhid olanda nəşini də görmüşdüm. Qanlı. Onu göndərmişdik lazım məntəqəyə. Amma bir şey mənə maraqlıydı. Həmişə Allahdan arzu edirdim ki, mən o hissəni də bilirəm. Şəhid dəfnini də görmüşəm, şəhid ailəsi ilə də təmasda olmuşam, yüzlərlə. Bir hissə mənə maraqlıydı ki, Allaha yalvardım ki, mən o hissəni bilmək istəyirəm. Və mən həmin tədbirə gecikdim, bir stol qalmışdı, bir dənə də yer var idi. Apardılar mən 30'da orada. Oturan kimi, mən həmişə oturduğum stolda insanların danışığına baxıram, ki, hara düşmüşəm. Bilirsiniz, birinci eşitdiyim cümlə nə oldu? Dedilər, sənin yadındadır o şəhidi biz yum təmizləyəndə o gələn qoxur. Dedim, bir də təkrarlayın onu. Dostuna deyirəm. Deyir, qardaş, bilmirəm sən kimsən. Biz Füzulidə bütün şəhidlərin toplanma məntəqəsindəydik. Bütün şəhidlərin. Və biz o şəhidləri tikirdik, düzəldirdik yaralarını, sarıyırdıq. Qalaq bir şəhidlərimiz yan-yanaydı. Deyir, o məntəqədən elə bir qoxu gəlirdi. Deyirsiz o qoxunu, yəni necə deyil, bir şəhid vardı, dırnağını düşmən dilidir, çıxartmışdı, qan axmışdı, bilirdin ki, bu canın üstündə ola-ola zülümlə şəhid edilib. Hamısı deyir, gül ətri verirdi. Yəni bizim torpağımız müqəddəsdir. Bizim gəncliyimiz müqəddəsdir. Bizim ruhumuz müqəddəsdir. Dinimizi almağa çalışdılar, dinimizi qoruduq. Elmimizi almağa çalışdılar, elmimizi qoruduq. Elimizi almağa çalışdılar, elimizi qoruduq. Və ağsaqqallarımızı da qoruyuruq. Bir misal var, deyir, Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Mən də bunu düşünürdüm ki, nədir bu? Və mən ağsaqqallardan xahiş edirəm, cavabımı həqiqət olmasa da düşünsünlər, bəlkə yanlış deyirəm. İnsanlar Allahı gözlə görüb qorxa bilməz, çəkinə bilməz, onu ancaq peyğəmbərlər görüb. Abır edə bilməz, haya edə bilməz. Amma bir ağsaqqalı görərkən yenə Hacı Sultana istinad edirəm, irqindən, dinindən asılı olmayaraq. Bir ağsaqqalı görərkən biz çəkinirik, dururuq, dayanırıq. Ona görə deyirlər ki, Allahsız yerdə otur, böyüksüz yerdə oturma. Allahsız yerdə günah edərsən, böyüksüz yerdə edə bilmərsən. Bizi günahdan, pislikdən, çətinliklərdən qoruyan ağsaqqallara bir alqış. Hörmətli qonaqlar, istəyirəm sözü indi şeiriyyata, qəzələ verək. Əmircan kəndindən Hacı Yusif Qəfiyevə söz verək. Söz xiridarı. Hacı, buyurun. Selamun aleyküm. Allah Hüseyin olsun. Yaşlılar, onlara tan sağlığı gedənlərə Allah rəhmət edəsin. Mən indi bəya fikirləşəm, bəya ki, o gün ki, mən dünyaya gəlmək üçün həm ata-anam vasitə olur, böyüklərimiz. Onlar üçün denən babam, ondan baba və nə qədər kişilər gəlir, baxaqlar, yaşlılar.
Nə qədər gəlib gediblər, açandan açana, mən də sonra dünyaya gəlmişim. Allah vasitə olmadı. Allah rəhmət eləsin deyirəm. Bu, əli kişilər olub kəndə, söz deyən kişilər olub, söz deyən. Qəzəl zad məsələcə yazmıyorlar, amma söz deyən adam oldu Allah. Bir daha Əl-Saba kişi var idi kəndə, Əl-Saba kişi. Bu hər gün məhəlliyə gələnlər, belə də yaxşı salam verməyi var idi. O vaxt bir daha Xalid İsmixanov oldu, Xalid İsmixanov. O danışanda həmişə əlində spiskə kutu saxlaymış, kibrit, spiskə. Hələ ki görülmüş bu söhbət hər yerdə biri danışır, deyirmiş ki, hadi var, gələk, böyümü yandı, amma xahiş edirəm, mən söhbət hər yerdə, söhbət edirəm. Evini yandır, o hazır deyil, yandır evini razıyam, amma xahiş edirəm, mən söhbət hər yerdə, söhbət edirəm. Bu Əl-Saba ki, hər gündə baxım salam verəndə, zamanlar da mənə deyirlər, ələk salam Əl-Sabami, ələkmə salam, ələkmə salam. Bir gün uşaqlar söhbətləşirlər ki, gəl Əl-Sabami bizə salam verəndə, gəl salamını almayalım, kişinin salamını almayalım. Hər günləri salam verilmiş axı, salam əleykum uşaqlar, salam əleykum uşaqlar. Görür ki, salamını almadılar. Məsələn, mən olsaydı bilməyəcək, mən geçə oğlansız, böyük sözləri, böyük adam salamını alar, bilən deyiləm. Gör kişinin, yaşlı kişinin, söz qulaqlardan gəlib. Gör bir salamını almadı, bir ayda aç kim, evdə qalıb aç kim. Hələ bir adam var burada. Sözə bax, yəni ki, ay etmə, ay, kim elə adamın salamını alar. Yalandan deyil, aç kim, evdə qalıb, hələ bir adam var burada. Bir daha da ay, belə meclisini, çıxıb şeyinə, məcrasında. Allah köməyimiz olsun. Əvvəlin sonu var, sonun əvvəli. Hacı Hüseyin. Əvvəlin sonu var, sonun əvvəli. Bəxtüvə pay düşər, bu həyat olur. Tutanda yaxandan göylərin əli, mənə arzularım olqanal olur. İnsan arzularla küslüyü, barışlıyı, gecəyə gündüzə başı qarışlıyı. Ömür təbiqətlə gedən yarışdır. Hər çalışaqda insan mat olur. Uşaqmaq olur, mat. Gecə mat. Şəfəqlər önündə bulud qatıymış. Şəfəqlər önündə bulud qatıymış. Səhər yox, günəşin patrafatıymış. Gənclik təbiqətin zarafatıymış. Ay Allah, belə də zarafat olur. Keçdi boğazlardan ötən olmalar, qaldı uzaqlarda sıxma olmalar. Tamahın əli ilə bizə doğmalar, tamahın əli ilə bizə yad olur. Haramdan halala yetişməz maya, haramdan halala yetişməz maya. Mən bu ümitliyəm, bu inandıyam, qəmlimə kainat dönsə damlaya, axırda damla da kainat olur. Payızda ağacın tacı dökülür, üzündən gözündən acı dökülür, sifətə qırışır, saçı dökülür, göy yazın payızı nə boyatır. Göl yazılı paylaşımına boyadı. Allah hamıza can sağlığın versin. Allah köməyimiz olsun. Var olun, sağ olun. Corat kəndindən Vüqar Nəcəfov xanəndə və tarda Orxan Abdullayev, Kamançada Hikmət Abdullayev Türkən kəndindən. Və bugün Vüqar qardaşım da ad günüdür. Allah sizə can sağlığı versin. Təbrik edirəm. Mən də bütün qonaqlarınızı salamlayıram. Axşamınız xeyir olsun, hər vaxtınız xeyir olsun. Həmişə belə gözəl məclislərdə olasınız, gözəl günlərdə olasınız. Bu məclisdə qəzəl oxumaq, muğam oxumaq mənim üçün həqiqətən bir böyük məsuliyyətdir. Ustadlarım iştirak edir. Həzi Aqil müəllim, salamlayıram ustadı. Valih müəllimi, ustadlarımız var burada. Hacı Soltan, salamlayıram dəyərli ruhanınızı, ailenizi. Allah var eləsin. Həm qəzəl baxımından, həm muğam baxımından mənim üçün biraz məsuliyyətli. İnşallah nə qüsurum olsa, üzrünüz arasınız.
Əmircan kəndinə qonaq gələn şairə Gülarə Moynisi sözləri. Gülarə xanım bugün üçün bir gözəl şeir yazıb. Buyurun Gülarə xanım. Möhtərəm qonaqlar, möhtərəm ağsaqqallarımız, möhtərəm annelərimiz. Dəyərli xanıma təşəkkür edirəm dəvətə görə. Tədbirin təşkilatçılarına ürəkdən təşəkkür edirəm. Bütün qonaqlar adından. Və təsadüfi deyil ki, bu məclis məhz payızan, Xəzan fəslini təsəvvürü təsadüf edib. Bəlkə ona görə ki, indi gələ ömrün Xəzan fəslidir. Bəlkə ona görə Xəzana təsadüf edib. Mən çox xahiş edirəm 5 dəqiqə sakitlik yaradasınız. Mən ailələrimizi təbrik edim. Mən uzun-uzadı danışmağı sevmirəm. Sadəcə şeirlə bir qəzəl, bir heca şeiri gətirmişəm. Ey cavan, sən nə bilirsən, nə səfadır qocalıq? Ey cavan, sən nə bilirsən, nə səfadır qocalıq? Sanma ki can yorulur, cana cəfadır qocalıq.
Öyünürsən qara saçlara baxıb, ey nadam, qara saqqala saça, bir kimi dadır qocalıq. Çəkəcək nazını hər kəs, deyəcək ahildir. Çəkən olsa, çəkənə nazı ədadır qocalıq. Dedilər musiqidir ruha qida, aldanma. Qocalar təsdiq edər, ruha qidadır qocalıq. Baba söylər, dədə söylər, nənə söylər kimsə, qocanın isminə bir təzə qidadır qocalıq. Munisa, zənn eləmə, qismət olar hər şəxsə, Tanrının sevdiyi hər şəxsə rəvadır qocalıq. Çok sağ olun. Allah kocalarımızı korusun. Allah ocağımızın başında olan aksakallara ah bir şeylere can sağlığı versin. Belki onların üzüne bir hele dünya salamatı. Kocaları sevirəm. Kocaları sevirəm. Kocalığına göre. Kocaları sevirəm kocalığına göre. Kocaları sevirəm kocalığına göre. Kocaların yüreği bir nur kimi saf olur. Kocanın ürəyində bir dünya insaf olur. Kocaların əlində zəhmətin izi olur. Kocaların ay kimi nurlu benzi olur. Ömürgün yoldaşını itirəndə kocalar, biricə günün içində saç ağarar kocalar. Sevirəm kocaların mehriban gözlərini, yazıram hafizəmə ibrətli sözlərini. Bir evin sərvətidir beli bükülən qoca, bir elin hörmətidir uca tutulan qoca. Qocanın itən ömrü kəş geriyə dönəydi, kəş cavanlar sevməyi qocadan öyrənəydi. Qocaları sevirəm, qoca dağ vüqarlıdır. Qocanın məhəbbəti daha etibarlıdır. Təbrik edirəm. Hicran Şərifova söz verirəm. Hicran müəllim, buyurun. Arif müəllimin də ürək sözü olacaq. Arif müəllimin də gözəl sözləri vardır. Bugün özü gözəl bir gündür. Əlbəttə bugün əksəriyyət ağıllarımızı, ağsaqqallarımızı bu məclisdə bugün Suraxanı rayonunda görməyimizə çox şadam. Əlbəttə Suraxanı rayon icra cəmiyyətinin nümayəndəsi, Suraxanı rayon icra başçısı adından xoş gəlmişsiniz dedi. Bir daha mən də deyirəm. Bəzi səbəblərdən əgər Adil mənim əliyimizin burada yoxsa, nümayəndəsi burada, ürəyi burada, salamları buradadır. Və biz ahıllarımıza nə deyərdik? Sevgilici haldır ki, sizlərdən öyrəndiklərimizi, götürdüklərimizi çalışır həyatı keçirir. Elə bir ağsaqqallar, deyərdik Bakının, Azərbaycanın qaymaları bugün buradadır. Siz ahıllarınız, bugün burada gördüklərimiz həm fəxr edilməli ahıllarsınız, həm də bəhrələnməli ahıllarsınız. Və əlbəttə maraqlı sual çıxa bilər ortaya. Bu hər birimiz üçün olar. Bugün bir oxuyan ahıllar günü var. Həm də bəs ağsaqqallar günü var. Bəs ahıl nədir, ağsaqqal nədir? Onlar arasında bəs fərq nədir? Nədədir? Maraqlıdır. Əlbəttə, mən öz düşüncəmlə belə fikirləşirəm ki, artıq müdrikliyə qədəm qoyan yaşının yarısını yaşayan, qocalığa doğru addımlayan, bəlkə də qocalığa artıq haqlayan, qocalıq həyatını yaşayan hər bir insan artıq ağlar. Amma ağsaqqal, mən deyərdim ki, vacib deyil ki, yaşına görə olsun. Görərsiniz ki, ağsaqqal deyil, yaşı kiçik, amma ağsaqqal olmalıdır. Ki, onlar arasında nə qədərsə fərq vardırsa da əgər. Amma ümumi baxımdan gəlir, elə biz müsəlman ölkəsində, müsəlman diyarında, Azərbaycanda ağsaqqal ahıllarımıza eyni hörməti qoyur. Çünki bizim ənənə öz istədiyimizdən deyil, hər zaman dövlətimiz ağsaqqallara, ahıllara önəm vermişdir.
Bax, o baxımdan sosial proqramlar, dəyər layihələri, qayğı tədbirləri, bunlar hamı ağsaqqallara, axıllara göstərilən dövlətimiz tərəfindən əlbəttə qayğının təzahürüdür. Bizim ağsaqqallarımız doğrudan da elə bir ağsaqqallar, elə ağıllardır ki, keçmişini tanıyan, geçmişini yaşanan, bugününü tanıyan ve geleceği anlayan ağsaqqallardır ki, geçmiş ile geleceği arasında bugün bir arada bilir. Çünkü gelecek bizim gençlerin elinde olacak. Gençler vuracak. Gençler bizim kurduğlarımızı yaşatacak, artıracak. Elbette bize Ulu Önder Heydər Əliyev'den qalan büyük hediye mirasımız, müstəqilliyimiz, bugün ise artık suverenliğimiz ve yeni Azerbaycan Partisi. Ne kadar ki bizim torpaqlarımız qayılmamıştı, bizim müstəqilliyimiz de çok hiç göze çarpmırdı. Dildə deyirdik, ürəyimizdə də qana alırdı. Baxırdıq belə. Herkes deyirdi ki, artık yeter. Bu ülkede, bu vətəndə torpaqsız yaşamak ölməkdən beter. Hiç ölmək de mümkün değil. Ve nihayet Ali Başkanlarımız, İlham Əliyev cənablarının rəhbərliyiyle suverenliğimiz bərpa olundu. Ve bugün artık fəxr eləyəsi bir dövrü yaşayırıq, keçiririk. Uzun uzadı danışmaq istəmirəm, bizim bu ağsaqqallar barəsində, axıllar barəsində dolgun sözlərimizi rayonumuzun zaman yaşından ağsaqqalı olan Arif mənim baba eləsin. Düzdür, Birləşmiş Millətlər Təşkilatı tərəfindən bütün dünyaya bugün qeyd olunur. Ben ne diyerdim? Ağam 70 yaşına çatmış. Baksanız bugün 35 yaş Seyri dövründe, 35 yaş Azerbaycan dövründe. Esas nedir? Bunlara el tutmak, onların problemlerini hal etmekte kömek etmek, onları böyle mertebeye çarptırmak lazımdır ki hiç vakit onun fikri içinde olmasın. İkinci taraftan, onların gördüğü indiki zamanlarda canlılar için öğretmek, başa salmak, çünkü onlar hem o tarafı görürler, hem bu tarafı görürler. 35 oradan, 35 buradan, öyle 70 alır. Ona göre o ağırların bütün meslekleri bayağı icra müəllim dedi. Aksaqqal 50 yaşından da olur, ancak ağır 70 yaşında olur. Ben bütün burada şərait yaradana, hamısına öz təfərim bilirəm və bütün gələnlər, doğumlara, onlara can sağlığı, ruzu bərəkət, Allah sizi götürsün. Sağ olun. Ben de yüreğimden oldu. Çünkü ben burada çıkış edilende ben bir iki milyon size istediğimi çaktırırım. Bilmirdim. Birden Allah burada indi yani şehit ailelerinden var. Allah bütün şehitlerimizi hamsi rəhmət şehitlerimizin ruhunu bizim için duası etsin. Ben Muhtar Qasımın atısı Əli müəllimdir. Əli müəllim gəldi ki, mən tanıdınız. Mən Balacısında gəldim. Muhtarın adına olan İlhan Zalımını ziyaret edik. Süzündən bir sıqarsa işləyib. Özə mən orada könüllü gəlmişdim. Çünki Muhtar Allah bütün şehitlerimizin ruhunu şad etsin. Muhtar Qasımdır. Hem güzel insan, hem şirin insan, hem idmansıydı, hem de özel idmansıydı. Hem ki şehit oldu, hem de çok böyle şüzayetli bir oğlandı ki, öz yoldaşlarını xilas edebilir, neçə tane yoldaşını, yaralı yoldaşlarını xilas edebilir, aslında şehit oldu. Ben onu, ben şöyle olayım, yanındadır. Biz az intiqamla buradayız var, az intiqamla geldik bunun dərinin üstüne. Geldik dərinin üstüne alaya, oradan Hazreti İntiqama sen verdin. Dedim geldiler, bugün bizim bir şehitimiz var burada. Məlumatımız olmayın.
Allah ruhunu şad etsin. Bütün şehitler önüne yerine atışı gördü tamam oldu. Üzülan evinde de olmuş. Özman Baba dedi ki bir nesil kârım söyleyeyim. Yine Elvan Merve teşekkürümü bildiren. Dikkatine göre, hürmetine göre minnettarım size. Allah hamdını can sağlığı versin. Gelmedikçe Hayale Hanım bazı çıktı, mənə həvalə edilib nesikərlər. Mən də fürsətdən istifadə edeyim bu sözləri sizə çatdırdım. Və sağ olun, çox sağ olun. Və çox istəyərdim ki, yəni bu meclisdə hamımızın əzizlər, bütün o şehitlər haqqında nə adı sözlüsə, əlbəttə də azdır. Şehitlərin birincidir. Bu nöqtəyə nəzərdən bizim meclisimizdə görkəmli bir insan, tarih elmləri doktoru, ehmər və fadil, profesör, neçə yüzə yaxın kitabın müəllifi, bizim Azadlar Şurasının sədri, burada iştirak edir, təvəkkül müəllim Şahami, Loğman Təfəllüsündə, Şeyh yazılarda. Aslında burada iştirak edir, mən xahiş edərdim ona dinləyəyim inşallah. Və bu mübarək gündə Azadlar Günü ki, beynəlxalq bir gündür. Bu günün münasibəti ilə bura birbaşa bizim azadlarımızı hər birini ürəkdən təbrik edirəm. Onlara can sağlığı, öz işlərində müvəffəqiyyətlər arzulayıram. Yalnız Azadlıqda mənə söz verəndə mən müəyyən ani olaraq həyəcan keçirdim. Ona görə ki, Azadlıqlar kimi, burada oturan bu arzular kimi, kişilər kimi və hər kəs kimi insanların yanında mən alim olmama baxmayaraq, 40 kitabın müəllisi olmama baxmayaraq, həyəcan keçirirəm və söz deməkdə özümü elə bir küsursuzluğu sayıram. Çünki bu cür bildiriş insanların yanında, bunların qarşısında söz demək cəsarəti tapmaq özündə bu mənim üçün böyük fədakarlıq sayılır. Ona görə mən bir daha elə deyim, kiçik çıxışda buraxadığım səhvlərə görə bütün bu müdrik insanlardan hər birindən mən üzrxahlıq edirəm ki, səhvlərimi inşallah əldə edəsiniz. Mən Azadlıqdan ağaya olan münasibətimi hər yerdə bildirirəm. Hətta evimizdə də söhbət olanda onun alimliyinə, onun bir dini duha sahibi olmağına, zəhmətkeşliyinə, insanpərvərliyinə həmişə yüzlərlə misal tapıram. İnanın səmimiyyətlə, inanın ki, evdə də, yaşadığım kənddə də, harada olaraqsa ictimai tərbidə onu mən qeyd edirəm. Bir daha ehtiramımı çox sağ olmayı, Azadlıqların qarşısında bildirirəm ki, o yenə də bu günləri, yenə də hər kəsdən birinci olmağa çalışdı və birinci oldu. Öz sözü ilə, söhbəti ilə, halallığı ilə, dəhşəti ilə, nümunəsi ilə. Mən çox sağ ol demək istəyirəm. Ben çıxışımın istiqamətini başqadır qurmazdır. Adil məndə bizim bu rayonun icra başçısına çox sağ olunu bildirirəm. Burada bizim qardaşımız onun atdığı müsbət addımlardan mənə söhbət elədi. Onu mən daha çoxdan tanıyıram, Adil müəllimi. O da məni tanıyır, daha çoxdan tanıyır. Ona minnətdarlığımı bildirirəm ki, bu şəraitin yaratılmasında hər halda ən azı onun adı var. Ən azı onun hörməti vardır, izzəti vardır. Və İlman müəllimə minnətdarlığımı bildirirəm ki, bu ağsaqqallar buna səylərsin, belə bir xoş gündə, belə bir ürəklə süfrə açır və mən fikir verirəm. Orada bizim o meyxana ilə məşğul olan bir kişi var, adı yadından çıxır, mən o xətrini çox istəyirəm. Mən xətrini çox istəyirəm. Hətta bundan ona fikir verir, onun yemək yiyərkən nəsə hassına gəldiyini müşahidə edib bundan burada o gün. Hər kəs tanımalıdır. Elman müəlliməm, bilmirəm burada sən yoxsa yox. Sənə minnətdarlığımı bildirirəm. Bu asıl ürəyimə görə, insanlara olan bu humanist münasibətə görə. Mən burada mənim qardaşım söhbət edir ki, siz nə qədər xeyirxah əməllərin sahibisiniz. Hətta sizin hərbi rütbənizi də mənə danışdığı qeyd elədi. Bir daha Allah ruhunu bərəkətli bol eləsin inşallah. Əlin açıldır, bir qədər açıq olsun və məxsus
bu ahıllara. Bu ənənə bizdə min illərdən gəlir. Böyüyə hürmət eləmək və ya yoldaşlar namusu, böyüyə hürmət eləmək. Onların hürmətini saxlamaq, onlara qayğı göstərmək, diqqət göstərmək. Fərdi şəkildə bu olur, çox olur. Lakin devlət tərəfindən ahıllara, saqqallara rəsmi olaraq hər tərəfli qayğı göstərmək, diqqət göstərmək, rəhmətin ulu önlərdən qalıb bizə yadigar. Ulu öndə 70-ci illərdə, sonra 2-ci dəfə siyasi hakimiyyətə qayıdandan sonra da həmişə, hər bir vaxt ağsaqqallarla, ahıllarla məsləhətlər eləyib, onlarla söhbətlər eləyib, onlara qayğı göstərir, diqqət göstərir. Və şükür ki, ulu öndərin layıqlı davamçısı İlham Əliyev cənablarına bu günləri bütün xalqa olduğu kimi o cümlədən də ahıllara öz qayğısını, diqqətini əsirgəmir və rayonlara, bölgələrə olan səfərlərdə o ilk növbədə ağsaqqalları dinləyir, onların sözünü eşidir, məscidlərə gedir, dini ibadətlərimizə diqqət verir. Biz ona görə mən elə bırak ki, sizin adınızdan hörmətli prezidentimizə çox sağ ol demək bizim borcumuzdur. Sözün əsl mənasında Azərbaycanda yaranan bu gözəl situasiya, bu gözəl şərait, insanların yaşamaq uğrunda o yaşam tərzinin gün-və-gündən yaxşılığa doğru istiqamətlənməsində Cənab Prezident əlindən gələni gedir. Və mən bir də çox sağ olun bildirmək istəyirəm. Xəyala qurmaq. Bilirsiniz, o artıq bir ənənə yaradır. Bakıda, Azərbaycanın hər yerində soraqları gəlir ki, yəni burada edilən o tədbirlərin soraqları Azərbaycanın hər yerindən gəlir. O, mahiyyət etibarında, məntiq etibarında bu tədbirləri ilə xalqımızın birliyini daha da möhkəmləndirir. Baxın, yüzlərlə insanlar olur, müdrik insanlar, ağıllı insanlar, yaxşı insanlar, vacib insanlar. Toplanır bir yerə, Hərçəkanlara, Şüqanlara, deyək ki, Hölçanlara, Bakının bütün kəndlərində elə tədbirlərin təşkilatçısı devrir, özünə təmənnası olaraq hər kəs onun bu işində yaxından yardımcı olur. Mən Xəyala xanım, sizin bu zəhmətinizi yüksək qiymətləndirirəm. Həm də mövqeyini bildirim, həm də Xəzər rayon ziyalılar cəmiyyətinin rəsmi olaraq mən sənliyəm. O təşkilatın adından mən sənə minnətdarlığını bildirim. Çox gözəl işlər görürsən. Təmənnasız olaraq işinin gücünün çox az vaxtında bu qədər insanları bir yerə toplamaq, onların ürəyini ələ almaq, söhbət belə deyək, bir qaşıq yeməkdən gelmir ha. Söhbət insanları bir yerə toplamaq, o bir qaşıq yeməyi harlıqla insanlara təşkil etməkdən gelir. Necə ki, bu günləri Elman müəllim bu süfrəni asıb bizim üçün bizə halallıqla, ürək qoşluğuyla təşrif edilir ki, hər kəsə diqqətlidir ki, bu əməl Əziz ağıllar, ağsaqqallar, sizə ehtiyacı vardır cəmiyyətimizin, Azərbaycanın sizə ehtiyacı var, gənclərin sizə ehtiyacı var, sizin büyülük sözünüzə, ağıllı sözünüzə, ağıllı məsləhətinizə ehtiyacı vardır. Ona görə bəzən bilməyən bəzi məsələləri görürsən müəyyən ağsaqqallarımız özünü kənara çəkir. Çəkməyir özünüzü kənara. Siz bilirsiniz ki, siz gərəksiniz. Dəyərli bir insan kimi siz cəmiyyətiniz üçün həmişə faydalı oldunuz, varsınız. İndi mənə burada gələ də qardaşım deyir ki, bu işi Narim mənim uzun edilən böyle bir müəssisənin rəhbəri olur və hətta ulu ömrlər ona münasibətini ifadə edir. Yəni, belə insanlar ki, bunlara hər birimizin devlətimizə, xalqımıza, insanlığımıza, toprağımıza layiq insanlar. Mən bu günün münasibəti ilə bir məsələ deyim ki, bu əmrizan kəndi, mən bu Abşeronun tarihi ilə məşəmən şahımızı birinin Abşeronlar adlanmışlar, qalmışlardır 500 səhkə.
öz kəndlərimizdir, öz torpaqlarımızdır. Mən qonaqlıyam burada. Burada gələndə, Maşallah ilə gedəndə, nə bilim Sabunçuya ilə gedəndə mən özümü çox doğma, çox rahat hiss edirəm. Bilirəm ki, əgər bizim əməllərimiz düzdürsə, amalımız düzdürsə, bizim üçün hər yerdə qapı açılır. Ona görə mən Əmircan kəndi, burada kimlər olmuyor? Əl-Söhbət Zümbazadə, elmi ilə, bili ilə, görüşəmi ilə Azərbaycanın nümunəvi bir kişi olmuşdur. Səttar Bəhruzadə, Tofiq Bayram, Abbasqulu Ağa Bakıxanov Azərbaycan tarixini ilk dəfə 19-cu əsrdə yazıb xalqa göstərən Abbasqulu bəy və digər adamlar olur ki, bu torpağın, bu kəndin getirilməsi olurlar. Ona görə də bu kəndin halallığı, bu kəndin böyüklüyü, bu kəndin şəxsiyyətləri həmişə hər bir kənd üçün, Azərbaycan üçün, Azərbaycanın Uçuran kəndində də elə insanlarımız var, elə buluşlarımız var ki, onların qarşısında diz çöküb baş əymək lazımdır. Əmircan kəndində bu şəhərlərə sağlıq, bayramlarımız var. Bakı kəndlərində olan insanlar salavat əməliyyatında. Çox adam tanıyardı, Bakılar kəndlərində vardılar. Salavat əməliyyatında. Bir gün mənim cavan vaxtım idi. Bu salavat əməliyyatında açaqlar. Çox müdürlük hükmətli sözlər danışır. Çox belə ləzzətli mənim. Mənim cavan vaxtım idi. Uşaqlardan bir dedim, kameranı götürün. Mən sizi bir də ev adamın yanına aparacam ki, müdürlük adamdır. Açaqlar bunu gedək çəkəylə. Götürüb gəldim, Ağzaqların yanına, 82 yaşı var. Şirin söhbətlər elədi, gözəl söhbətlər. Sonra qalanda ağzımda bilən cümlə sözdür. Mən bu cümlə sözü sizə çalışmaq istəyirəm. Danışa çəkənlərə dedi, kamera çəkənlərə dedi ki, mən ki söhbətlər elədim, mən ölüb gedəcəm, amma siz məni diriləcəksiniz. Yəni bilirlər, lentər, verəcəklər, üzərlərdən. Bu çəkənlərin cəhbəti çox həqiqətdir. Ona görə mən sizə borc edim ki, Allah canlarını sağlasın, Allah vücudlarında adınızı çəkirləmələ, hamı görün kimsizdə. Yəni sizə də minnətdarlıq verir ki, siz bizim zəhmətimizi çəkirsiniz, daim sonra mehter yerinizə yaşatırsınız bizi. Allah sizi yaşatırsın, ömrünüzün olsun. Sağ olun, tanışlar. Özümə bir vətən düzəldəm gərək. Özümə bir vətən düzəldəm gərək. Bundan da mehriban, bundan da qəşəng. Bu yolun nə nefti, nə qazı olsun. Nə anadan axan arazı olsun. Heç muğan düzü də olmur, olmasın. Xəzər dənizi də olmur, olmasın. Dənizə dəyməyin, qoy dəniz olsun. Amma bundan biraz qoy təmiz olsun. Onun balıqları zəhərlənməsin, onun kənarları çəpərlənməsin. Özümə bir vətən düzəldəm gərək. Birisi daş olsun, birisi ipək. Daş olsun, pislərin başına əssin. Yaşlılar qoy ipək üstündə gəzsin. Gəzsin çəmənləri, yaşıllıqları, artsın gündən günə yaxşılıqları. Özümə bir vətən düzəldəm gərək. Qapısı ağzında iri bir köpək bizə pis niyyətlə gələnə hürsün. Bizə lap uzaqdan hürənə hürsün. Heç bir vaxt qal dibi yalamasın qoy. Heç kimə quyruq bulamasın qoy. Özümə bir vətən düzəldəm gərək. Bu vətən tək olsun gözəllikdə tək. Bütün yer üzünə sorağı düşsün. Onu görənlərin tamağı düşsün. Bu vətən həm anam, həm də ki balam. Yəqin bu vətəndə mən tək olmaram. Yəqin bu vətəndə mən tək olmaram. Ramiz Rövşən. Hörmətli qonaqlar, iki çıxışımızdan sonra bir muğama söz verəcəyik. Bizə məclisimizdə əməkdar incəsənət xadimi Professor Arif Əsədullayev bizim qonağımızdır. Arif müəllim, buyurun, söz sizdədir. İkinci qonağımız Həmkarlar İttifaqından
Xəzər müəllimdir. Xəzər müəllimə də söz verəcəyik. Bu xeyir olsun. Bütün qonaqlar, bütün yaşlı nəslin nümayəndələri. Mən əvvəla danışmaq istəmirəm. Bir iki kəlmə söz təklif vermək istəyirəm. Keçən il mən bu tədbir keçiriləndə üzürlü səbəblərə görə iştirak edə bilmədim. Amma bu illəri gəldim. Ondan əvvəlki ildə iştirak edemişdim. Mən bir belə təklif verərdim. Siz, mən müəllim olduğum üçün danışanda, tələbələr danışanda, kimsə söhbət edəndə mənim fikrim dağılır. İmkan olsa bir 2 dəqiqə dözün, saata baxın, artıq danışsam söhbət edərsin. Mən istəyərdim ki, gələn il bugünü keçirdəndə bizim bu ağsaqqallardan, ahillərdən kim nə iş görüb bu bir il ərzində gəlib nə hesabat kimi öz işini burada göstərsin. Məsələn, mən bu gün bura gələndə keçən il iştirak eləmədiyim üçün keçən yazdığım bir kitabı, bir də ki bu illər yazdığım bir kitabı gətirdim, Xəyalı xanıma hədiyyə verdim və o kitabla yəqin ki, hər heç kəs maraqlanmır, indi bu gündən sonra bəlkə maraqlanırlar. Azərbaycanda xalq çalğılar ətlərini hamı çox sevir. Tarih, kamançanı, qolabanı. Amma hamı onun səsini sevir. O səsi hardan gəlir, nə üçün gəlir? Niyə belə həzin səslənir? Hansı əsasları gəlir? Heç kəs bilmir. Sadəcə bir musiqi aləti kimi ona istifadə edirlər, çalırlar, yaxşı çalır, çox pul qazanır, pis çalır, az pul qazanır. Başqa bir işi yox. Amma o aləti bütün dünyada tanıtmaq, sonra elmə əsaslarla sübut eləmək lazımdır. Mən məsələn o kitabı Xəyalı xanımın hədiyyə verdim, bilmirəm, Xəyalı xanım hadi getdi o kitabları göstərərdi ki, hər kəs bir ildən sonra bura gələndə hər kiçik bir işlə görsə, yaşlı adamın işinin böyüyü kiçik olmaz. Gələndə desin ki, mən bu illəri bu iş görmüşəm, bir nəfər şəhid ailəsinə kömək edilmiş. Ne eləmişəm? Ki, bir xalqı xidmət yoxsa ildə bir dəfə yığışar, qeyd edəyək, bayram kimi keçirdək, bu azdır, bu heç nədir. Sadəcə bir hesabat kimi verək ki, bizim də deməyə bir sözümüz olsun. Çox sağ olun, vaxtınızı almaq istəmirəm. Mənim təkcə yenə edirəm, bir dənə təklifim odur ki, hər il burada yığışanda hər qoca ahil gördüyü bir işdən bir hesabat kimi bir cümlə, 2 cümlə neyi bacarır? Çünki mən bu işi görmüşəm, 5 dənə ağac əkmişəm. Mən bəlkə yalan deyirəm. Yoxsa ki, gələ otur, söhbət elə danış. Bunlar azdır. Xalq üçün, millət üçün nəsə eləmək lazım. Üzrə millət, xalq üçün ağlayanın gözü kör olur. Yox, gözü kör olmaz. Onun gözü sonra görəcək. Bugün yox. Sabah onun gözü görəcək. Sağ olun. Xəzər müəllimə söz veririk. Xəzər müəllim, buyurun. Həmkarlar Birliyindən, buyurun. Həmkarlar Birliyi, hələ burada yaşayıb, bizim keçən ölkəmizə uzun ildən sonra bir suveren Azərbaycanda prezident seçkiləri keçirildi və biz Azərbaycanın ərazi bütövlüyünə sonra ilk dəfə olaraq o seçkilərdə 7 nəfər namizədlə iştirak edildiyi gözəl bir seçki kampaniyası qurdu. O namizədlərdən də biri daim insan haqları müdafiəsində, ahlarımızın müdafiəsində, insanlarımızın sosial haqları müdafiəsində iştirak edən, onun seçki kampaniyasında bilər ki, vacib qeyd olunan məsələlərin için onu qabarıdır. Prezidentiyən namizəd Fuad Əgər burada iştirak edildiyi bütün qardaşımız, ona salamlayaqlar. Biz daim ahıl insanlarımızı, yanında duran insanlar, hüquq müdafiəçilərimiz. Bir oxuyadır, beynəlxalq ahıl cümlərlə bağlı bu gözəl əmricanda Azərbaycana, Respublikamıza böyük ictimai, siyasi, mədəni, incəsənət
təqdim etmiş bu kənddə böyük tədbirin keçirməsinə Xəlil Ağabey başda bu təşkilatı olaraq sizlərə böyük təşəkkür edirəm. Biz ahıllarımızın həmçə müdafiəsində onların sosial hüquqlarını, onların sosial haqlarını, digər qayğıların müdafiəsində dövlətin, hakimiyyətimizin həmçə qarşısında məsələ qaldırır və onu müdafiə edir və qalib gəlir. Çünki bu həmçə haqdır. Hörmətli qardaşlar, hörmətli ağsaqqallarımız, siz həyatımızın yadigarlarısınız. Mən bir sizdən növbəti nəsil nümayəndəsi olaraq məsuliyyət daşıyan bu mikrofonu əlbəttə qarşısında sözləməyə. Amma vəzifə borcumuz ki, biz bu işin içində olduğumuza görə həmişə sizlərin yanınızdayıq və bundan sonra da həmişə sizlərin hüquqlarınızı qarşılığında müdafiə edəcəyik və ata qədərlər gələcəyik. Sizin ağıllara, dostlarımıza, atalarımıza, analarımıza, yaşda böyük insanlarımıza nə arzulayır? Onu arzulayır ki, həmsə canımız sağ olsun, həmsə qayğılarımız az olsun. Qayğılarımız yaranırsa, elə bir cəmiyyət quraq ki, o cəmiyyətdə birinci ahıl insanlarımız övladlarla bərabər onların hüquqlarını müdafiə edən insanlara ehtiyac olsun. Çünki nə qədər insan belə insanlar təşkilatdan olursa, cəmiyyət qurarlarına, cəmiyyət gücləri və inkişaf edir. Mən sonunda bir kəlmə qeyd etmək istəyirəm. Bax, bu günlərimiz ahıl bayramlar, ahıl günə qeyd edirik. Amma həm də qeyd edirik, bunu da diqqətə çatdırırız ki, məhz ahıllarımızın, ağsaqqallarımızın, ağabeykanlarımızın böyük tərbiyəsi, əlçamil öyüdür ki, o 44 gün müharibədə Azərbaycan əskərini, gənc əskəri yetişdirib və 200 ildən çox mənfur erməni daşına müharibəsinin qalibiyyətini gəlməmiş oldular. Biz başda, ali başlamanda dövlətimiz, əskərlərimiz, xalq olaraq böyük ürünçü keçiririk. Başda yenə biləm ki, böyük ağsaqqallarımızın, böyüklərimizin nəşriyyəti, tərbiyəsi əsasında ölkəmizin, dövlətimizin qurmuşu və bundan sonra insaf etdirib Qafqazın regionun və ən böyük dövlətlərindən birlər çevirəcək. Sağ olun, var olun, həmsə canımız sağ olsun, varın cəmiyyətimiz olun. Sağ olun, hələ xalqım olun. Buradan sizə növbəcək. Axtarır bir
ki qalmış hələ də badə-i həmradə gözüm. Mənə nə badə gərəkdir, nə demək xanəməyim. Göz yaşım könlümü məst etməyəmi badə gözüm. Mahiran həsrəti yar ilə əgər can versən, ondan ötürü qalacaq, qalsa bu dünyada gözüm. Ondan ötürü qalacaq, qalsa bu dünyada gözüm. Aman, 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 aman. Yarım aman, 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 aman. Kestim gördüm bulandım, aman yar, aman yar. Emzini yumandadım, aman yar, aman yar. Koşakanlar yanardadım, aman aman gel gel. Başı kamanımı gel gel, ta kamanımı gel gel. Başı kamanımı gel gel, ta kamanımı gel gel. Başı kamanımı gel gel. Kestim gördüm bağda yatıb, aman yar, aman yar. Hörükləri gülək batıb, aman yar, aman yar. Məni görcək xəstə yatıb, aman aman gel gel. Tar kamanımı gel gel, başı kamanımı gel gel. Dilim imanımı gel gel, başı kamanımı gel gel. Tar kamanımı gel gel, başı kamanımı gel gel. Tar kamanımı gel gel, başı kamanımı gel gel. Tar kamanımı gel. Məclisimizi başa vurmaq istəyirik. Hər kəs uzun yoldan gəlib. Allah sizlərə can sağlığı versin. Məclisimizə son sözü istəyirik yenə də ağsaqqala verir. Çünki bu məclisin elə meyarımız ağıllardır, böyüklərimizdir. Söz Əməkdar İncəsənət xadimi Hacı Aqil Məlikovdadır. Hacı, sizin sözünüz olmasa bu məclisin tadı tuzu olmaz. Ben söz diyeyim 17. gün. Ben söz diyeyim. Başına bir şah bir adamın sesi çıkmadı. Şimdi başına sesler yalan olur. Bu söz meclisinde ben orada asma lazım. Sana da öyle. Konuşamazsın da biraz yaşlısın. Bir diyarlar arasında yok. Ben benim şansım. Bizim kendimizde bir Hasan abi, o Hasan abi. Teveccüh, aşırı bir teveccüh. Hasan Ozalar yaşlılar bir yere yaşamda Hasan adından danışan. Sokak rahmetli gibi. Ben de zaman dedim. Değildim şey terber diyarı. Hasan adının bu sözler için bundan danışmak. Bir şahane için bunun hakkında değiller. Bu tarifler için bunun hakkında değiller. Bu da zaman eski yaşı olur. Şu danışıklarına zaman adamın şöyle görüyor. Günlerin bir günün Oğuz Bayramı'nda Kabrüs'ü geldiği, bizi ziyaret edildiği, gelmişim. Bir gün yazmış, dedi, görünce Hasan abi ziyaret edildiğinin altında son müdürlük sözler. Şimdi de danışıyor. Geçtim tahtına bir fazla verdi. Baktım kabir yastığının üstüne gördüm ki bir kişi 42 yaşında rahmet edildi.
Allah kısmet etsin. Her il bu insanlarla görüşmeye biz yaşayıp Allah'ın izniyle, Allah'ın rızayetiyle ömürden tamam olsun. Kenar elinde, bugünkü gününde biz bu belə bir meclisə yığışaq və bir-birinin halından